Hər vaxtınız xeyir, dəyərli kanal izləyicilərimiz. Masazır qəsəbəsində hal-hazırda. Masazır qəsəbəsində Yeni Bakı yaşayış kompleksinə yaxın bir ərazidə 3 sotda kupçası olan, yəni evində torpağın sənəti olan 4 otaqlı, yəni bu ev 4 otaqdır, bu gördüyünüz ev. 4 otaqlı həyət evi təqdim edirəm. Qaz, su işığı var, kanalizasiya var, mərkəzidir, yerdən kürsülü, sona qədər cütdaş, evin baş hissəsində beton kəmərinə kimi var. Böyük həcmli zirzəmisi də var. Zirzəmisi də qupqurudur. Göstərim o hissəsində sizlərə. Belə bir zirzəmidir. Gördüyünüz kimi. Həyətdəki bu qaydada. Gördüyünüz kimi yaşıllıq üçün ərazisi var. Həmişə yaşıl ağacları var. Keyfiyyətli evdir. Ən əsas odur. Keyfiyyətli və qupçaqlıdır. Evin iç görünüşü bir daha bu hissədən göstərim. Yerdən ümumi hesabla 3, 6, 7. O hissəndə hesablayanda hardasa 11-12 daş kürsüsü var. Və keçə edilsin olan şərait sizlərə tam şəkildə göstərəcəm. Dəhlizdir. Döşəmə qranit. Alt isti döşəmə. Evin qiyməti haqqında məlumat verim. Evin qiyməti start olaraq 143 min manata deyilir. 143 min manata təklif olunur. Endirim olunacaq evə baxdıqdan sonra. Belə bir mətbəxi var. Döşəmə laminatdır. Burada da döşəmə laminatdır. Parket bəzəyindədir. Laminatı. Yataq otağıdır. Mətbəxdir. Bizim bu hissədə qonaq otağımız var. Videonu bəyənməyi unutmayın. Şərh bölməsində şərhlərinizi qeyd edin. Qonaq otağı da genişdir. Evin içi rahat şəkildə 110 kvadratdır. 4 otaqdır. Kombi xəttləri hamısı çəkilib qoyulub. Və bizim bu hissədə hamam otağıdır. Tam təmir. Duş kabineti üçün yerdə qoyulub. Bizim burada digər yataq otağımızdır. Yəni say hesabı ilə ikinci yataq otağımızdır. Burada da üçüncü yataq otağımızdır. Instagram, YouTube və TikTok kanalımıza abunə olun. Şərh bölməsi şərhlərinizi qeyd edin. Göstərdiyimiz evlər nağd şəkildə satılır. Kreditlə təklif olunmur. Dövlət ipotekasına yararlıdır. Evin yataq otağının kondisioner xəttinə kimi atılır. İpotekanız, dövlət ipotekanız hazırdırsa, bu cür gözəl 143 min manata təklif olunan evi əldə edə bilərsiniz. Sənədlərimiz tam hazırdır, həyət də genişdir. Masazır qəsəbəsində Yeni Bakı yaşayış kompleksinin arxa istiqamətində yerləşir. Sonra gedəcəyəm, təşəkkür edirəm.